Forumun plenar iclası isə bu zalda baş tutacaq. Görək, girişə icazə verirlər. Baxa bilmərik mi? Hayır, lazım. Antalya Diplomatiya Forumunun plenar iclasının başlamasına sadəcə dəqiqələr qalır. Hazırda zalda ən son hazırlıq işləri görülür. Dəyişən hava, hətta Leysan da planları dəyişdirmir. Prezident İlham Əliyevin az sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü başlayacaq. Azərbaycan və Türkiyə arasında müzakirə gündəliyi olduqca genişdir və təsadüfi deyil ki, liderlər hər fürsətdəcə görüşüb bu məsələləri müzakirə edirlər. Latviya Prezidentinin rəsmi qarşılanma mərasiminə dəqiqələr qalır. Latviya Prezidentinin səfəri çərçivəsində liderlərin iştirakı ilə biznes forumun keçirilməsi nəzərdə tutulur. Sözümüz imzamızdır. 24 aprel saat 21'də